Gənclər bir də görürsünüz yaxınlaşır ki, biz hansısa sahədə iş görüb uğur qazanmaq istəyirik. Əlimizdə müəyyən qədər investisiya var, vəsait var, biz necə eləyək? Mənim fikrimcə, önəmli olan əlinizdə olan investisiya deyil, o ikincidir. Birinci olan sizin fikrinizdir, sizin əlinizdə olan beyin investisiyasıdır. Yəni, beyin olaraq siz nəyi düşünürsünüz, nədə uğur qazana bilərsiniz, onu müəyyənləşdirmək lazımdır. Və onu müəyyənləşdirdikdən sonra sizə ikinci maliyyəyə ehtiyac var. Və hər kəs əlində böyük bir məbləğ olsa, çox iş görə bilər. Yəni, bu çox rahatdır. Çox rahatdır. Əsas odur ki, əlində investisiya az ola və ya olmaya iş görəsiniz. Yəni, uğur qazanasınız. Məsələ orasındadır. Təbii ki, istənilən bir, yəni, ağlı başında olan adama aparın 1 milyon verin. O adam onu, yəni, 90% artıracaqdır və ən azından o pulla yetərincə dolanacaqdır. Amma əsas odur ki, heç bir pulunuz yoxdur, investisiyanız yoxdur. Gəlin, bax, buradan işinizi qurun. O gənclərə mən həmişə tövsiyə edirəm ki, bir fikriniz, layihəniz olsun. O layihəni həyata keçirdən Azərbaycanda hansısa bir şirkət varsa, gedin orada çalışın. Orada müəyyən qədər təcrübə toplayın. O təcrübə topladıqdan sonra öz şirkətinizi qurun. Yəni, bazar araşdırması eləmədən şirkət qurmaq fikrimcə ən böyük səhvdir. İlkin araşdırmanızı eləyin, baxın, görün, nə eləyə bilərsiniz və bundan sonra eləyin. İkincisi, biz artıq komanda şəklində işləməyi öyrənməliyik. Gənclərə ikinci tövsiyəm olar ki, artıq komanda şəklində işləməyi öyrənək. Bir neçə gənc birləşsin, birlikdə bir biznes qursunlar. Bu çox önəmlidir. Yəni, bunun üzərinə getmək lazımdır. Biz indən belə gənclərə bunu öyrətməliyik. Bunu təbliğ etməliyik ki, birlikdə komanda şəklində çalışaq. Çünki birinin pulu ola bilər, birinin ideyası ola bilər, birinin iş qabiliyyəti ola bilər. Artıq 3 nəfər birləşdikcə çox möhtəşəm bir nəticə əldə etmək olar. Bax, bunu bacarmalıyıq. İnsanlarda bir yanaşma var ki, mümkün deyil, mütləq qaydada kiminsə buna inkişafda dəstəyi var. Bu, hər zaman bir Azərbaycanda, necə deyim, ümumi kütlənin düşündüyü bir sualdır. Elə deyil əslində. Baxın, yəsiz deməyək də, yəni ki, daydayı olmayan siyasətçilər də var. Yetərincə uğur qazanırlar, dostlarım da var, dostlarım var. Professorlar var, yetərincə uğur qazanıblar, dostlarımdır. Nə bilim, iş adamları var, yetərincə uğur qazanıblar. Bunların hamısı sıfırdan gəlmiş insanlardır. Bu, o demək deyil ki, siz hansısa piliyə çatasınız, mütləq bunu dayı, əmi, nə bilim, kimsə eləməlidir. Elə bir şey yoxdur. Elə bir, yəni, həyat yoxdur, elə bir düşüncə yoxdur. Təbii, yəni, bundan istifadə edən, yararlanan gənclər varmı? Çoxdur. Yəni, bu təbiidir. Amma öz gücünə gələnlər də var.